Şəhərində bir məzarlıqdan var, kitabda oxumuşam ki, indi də tarixi bir abidə kimi qorunur. O abid girirsən, deyir içəri, ən yaşlı məzar daşı 15-dir, 1-dən 15-əcən. Belə baxanda çox qəribəlik var burada. Bu qəribələyin hikməti nədir? Allah rəhmət eləsin, yaşayıb Şağan kəndində Novruz adlı bir gənc şair 1943-cü ildə Xalqovoğlu gedən döyüşlərdə vəfat edir. Novruzun timsalında babalarımız, öğrenlerimiz olub dünya müharibəsində ruhlarını bir salavat zikr edir. Bu gənc bunu gözəl bir sözlərlə nəzmə çəkib bir rəvayət yazıb və bunun hikmətini açıb bunu. Deyir, bizim kəndimizdə bir qoca vardı, o olan məclisdə şənlik olardı. Hələ uşaq ikən tutulmuş gözü, onun söylediği mənalı sözü değerdi dünyanın bütün varına. Bu şikəs qocanın nağıllarına qayğılı, qayğısız gənclər, qocalar qayğılı, qayğısız gənclər, qocalar bu cür dövrə vurub qulaq asarlar. Ne bileyim, deyirlər tarix, onlara getmişdim mən də bir səfər. Uşaq öz adından danışır bunu. Deyir, onlara getmişdim mən də bir səfər. Səsimi eşidib o sinə dəftər. Söylədi bu axşam qonaq ol mənə. Hikmətli bir nağıl danışım sənə. İndi başlayır rəvayəti. Deyir, nə bilim, deyirlər tarix yazanlar, dünyada bir qədim qum şəhəri var. Bir səyyah dünyanı dolanıb gəzmiş, dediyim şəhərin yanına gəlmiş. Şəhərdən aralı bir məzarıstan səyyahın nəzərin cəlb etmiş bir an. Mamırlı bir daşa bağlayıb atı, düşüb seyr eyləmiş qansız həyatı. Görmüş ki, cavandır burada yatanlar. Ən çox yaşayanın 15 yaşı var. Səyyah yaxınlaşıb bir ixtiyara, yəni bir qoca kişiyə, yoldan keçən kişiyə, səyyah yaxınlaşıb bir ixtiyara, soruşmuş bu diyar haradır, hara? Qoca, söylə görün bu necə işdir? Uşaqlar ayrıca dəfn edilmişdir. Nədir bu yerlərin adı, ünvanı? Böyük məzarıstan, söylə bəs hanı? Sözə sığal verib ağzında qoca, danışdı bu yerdən, eldən, doyunca. Söylədi ki, oğul, bizdə qayda var. Hər günü ömrünə yazmır insanlar. İnsan tər tökməsə, zəhmət çəkməsə, bir iştil bastırıb ağac əkməsə, daşı daş üstünə qoymasa əgər, mənasız ömürdən nə ləzzət çəkər? Yaxşı adamlarla verib səs-səsə, bir qəlbi sınığı sevindirməsə, həyatın dalğalı burulğanında, sularda boğulub öldüyü anda, qolundan yapışıb onu çəkməsə, ona kim inanar adamam desə? Oğul, o rəqəmlər nə gün, nə aydır? Ömürdən adlayan nə yaz, nə yaydır? Nə payız fəslidir, nə də soyuq qış. İnsanlar mənalı günləri saymış, yazdırıb daşlara ölməzdən əvvəl, onları az yaşlı uşaq sayma gəl. Qoca bunu deyib döndü şəhərə, səyyahsə qərq oldu düşüncələrə. Hindi uşağa deyir, oğul sən də dincəl açılır səhər, bu el hikmətindən seçinci yoxər. Həyatın şən olsun, qoy başdan başa, şərəfli ömür sür, şərəflə yaşa. Çox sağ olun, qulaq asınız. Mən də sizə hamına şərəfli ömür yolu arzulayıram. Bir salama deyil. Bir salama deyil. Məhərrəmin salamatlıqla salavat zikr. Allahümme salli ala Muhammed. Vallahi yalan edib yazanın özündən zəhləm gedir, amma şeirindən xoşum gəlir. Bir şeir vardı, bir salama dəymədi. Bir gün mən səni gördüm, salam vermək istədim. Üzünü yana tutdum, söylə illərdən bəri qəlbimizin bir duyub, bir vurduğu illəri, axı nə tez unutdum. 5 ildə qəlbimizdən axan o qanlı sellər bir salama dəymədi. Heç üzümə baxmadan yanımdan necə keçdin, sən eşqin salamını qorxuya mı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun, o qədər yaxın ikən bu qədər uzaq oldun? Şirin gülüşlərimiz, acı fəqanlarımız bir salama dəymədi. Qayğılı anlarımız, qayğısız anlarımız bir salama dəymədi. Yalnız indi anladım. Ah, sən daha mənim üçün əl çatmaz bir çiçəksən. Yaşanmış günlərim tək geri dönməyəcəksən. Qopey tufan, əsəy yel, xəzal olum, tökülüm. Düz 5 il ürəyimdə bəslədiyim məhəbbət bir salama dəymədi. Bir günlük həsrətimə dözə bilməyən gülüm, bəs nə oldu? Bu həsrət bir salama dəymədi. Getdin, dalınca baxdın. Can ayrıldı canımdan, sən necə etinasız ötə bildin yanımdan? Ah, çəkdim başım üstə, yarpaqlar əsdi gülüm, sənin qəlbin əsmədi. Geriyə də baxmadın. Niyə sənin yolunu məhəbbətin kəsmədi? Qazancımız de, bu mu? Verilməmiş o salam, əlvidamız oldu mu? Sən mənə zülm eylədin, mənə zülm yaraşır. Bir salama dəyməyən eşqə ölüm yaraşır. Bunu yazan kimdir? Məşədi məzamını deyib verim sizə camı qutaram. Bilmirəm kimsinin başına gəlib alıb qələmə. Belə bir yazıdır. Deyir, balaca bir qız idi, balaca quzu kimi. Yəni kimsə başına gəlib, herhalde bu. Deyir, balaca bir qız idi, balaca quzu kimi. Bir cüt hörüyü vardı, keçi boynuzu kimi. Hərdən məni görəndə, pinti deyib güləndə, tutub hörüklərindən ağladardım onu mən. Yox edərdi üzündən o saha sevincini, axıdardı gözündən mirvarini, incini. Ağlayanda telləri üzünə dolaşardı, məndən tez öksərdi, tezcə də barışardı. Hindi şair böyüdür qızı, deyir, aylar illər ötüşüb, zaman yaşa dolubdu. İndi qəlbi o salan, gözəl bir qız olubdu. Yolda rastlaşan zaman tez üzünü döndərir. Bulaqda gözləyirəm, başçısını göndərir. Sevincimi qəm edib zalim qızı həzz alır. Uşaqlıq illəri üçün elə bir əvəz alır. Məhəbbəti qəlbimi bulaq kimi çağladı. Əvvəl mən ağladırdım, indi mən ağladım. Çox sağ ol.